Salam, mən sizin riyaziyyat müəlliminiz Nərmin müəllimə. Bugün sizlərlə bərabər belə bir sualın izahına baxacağıq. Sualda deyilir ki, ispat edin ki, ABC düzbucaqlı üçbucağında YD AB-dir. Belə qılıyorduk. AD bərabərdir A, BC bərabərdir B və YD bərabərdir C olarsa, ABC düzbucaqlı üçbucağının sahəsi AB kvadratı bölünsün 2C-yə bərabərdir. Deməli, biz bilirik ki, düzbucaqlı üçbucaqda sahə üssü qat-etləri hasilinin yarısıdır. Bu düzbucaqlı üçbucaq üçün sahəni belə yaza bilərik. S bərabərdir AB kateti vurulsun CB kateti bölünsün 2. Bizdə CB kateti var. AB kateti isə bizə məlum deyil. AB katetini tapmaq üçün biz əvvəlcə DB tərəfini tapmalıyıq. DB tərəfinə bir x deyir. Və üçbucaqlara fikir versək görərik ki, həm balaca üçbucaqda, həm də böyük üçbucaqda A bucağı ortaq bucaqdır. Bu bucağı alfa ilə işarə edək. Digər bucağı da beta ilə işarə etsək, düzbucaqlı üçbucaqda bilirik ki, iki bucaqların cəmi 90 dərəcə olmalıdır. Qeyd edək, alfa üstəgəl beta bərabərdir 90 dərəcəyə. Və balaca üçbucaqda onda belə çıxır ki, Y bucağımız olacaq beta. Oxşarlığa əsasən yaza bilərik ki, böyük üçbucaqda alfanın qarşısındakı CB-nin balaca üçbucaqda alfanın qarşısındakı YD-yə nisbəti bərabərdir. Böyük üçbucaqda betanın qarşısındakı AB-nin balaca üçbucaqda betanın qarşısındakı AD-yə nisbəti. Verilənləri nisbətdən yerinə yazsaq belə bir şey olacaq. B bölünsün YD-miz, yəni C bərabərdir AB edir A üstəgəl X. AD-miz olacaq A. Çarpazlasaq, alarıq ki, AB bərabərdir AC üstəgəl CX. Buradan CX-i hesablasaq, almış olarıq ki, AB çıxılsın AC. Və X-i də tapsaq, yaza bilərik ki, AB çıxılsın AC bölünsün C. Artıq DB tərəfini tapdıq. Onda AB kateti belə olacaq. AB bərabərdir AD üstəgəl DB bərabərdir. AD tərəfimiz A-dır. DB tərəfini də belə bir şey aldıq. AB çıxılsın AC bölünsün C. Ortaq məxrəc etsək, C-yə vurmalıyıq. Onda belə bir şey alınacaq. AC üstəgəl AB çıxılsın AC bölünsün C. Daha doğrusu islah getdi. Alındı AB bölünsün C. Deməli, AB katetimiz artıq bilindi. Aparıb bu bərabərliyi sahə üstündə yerinə yazacağım. Deməli, AB-miz oldu. AB bölünsün C. CB-miz B bölünsün 2. Hesablasaq, AB kvadratı bölünsün 2C-yə. Bərabərlik ödənir.